Əməlləri batil etməkdən çəkinmək lazımdır. Ən şiddətlisi dillə olan əməllərdir. Əməlləri batil etməkdən çəkinmək lazımdır və əməlləri ən çox batil edən şeylərdən biri insanın dilidir. İnsanın dilidir. Bəzən insan fərqinə varmı? Elə bir şey danışır ki, Allah qorusun, əməlləri puç olur. Hədisdə də gəlir, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, deyir qul, elə bir kəlmə söyləyər ki, fərqinə varmadan. O kəlmə sayəsində deyir, məşriqdən məğribə qədər olan məsafədə cəhənnəmin dibinə düşər. Bir kəlmə söyləyər, fərqinə varmadı. Gör, necə əzəmətli, necə böyük problemli bir kəlmədir ki, böyük bir müsibətdir ki, o kəlmə ilə cəhənnəmə düşər. Onun ki, insan görsən, danışığına fikir verməlidir. Əməlləri puç edən şeylərdən biri, elə bax, bu dilimizdir. Bax, misal, insan qeybət edir. Əməllərin puç oldu, qardaş. Nəmmamlıq edir. Əməl puç oldu. Necə puç oldu? Başqasına qismət oldu. Halallaşmadı. Qiyamət gün qarşılaşacaq. Qarşılaşacaq. Allah Teala müdaxilə eləyəcək. Xeyr. Niyə? Qul haqlarını Allah Teala müdaxilə eləmir. Ədalətlidir. Bu dünyada bağışladın, bağışlamadın, bitdi. O gün Allah Teala müdaxilə eləmir. Özünlə qul arasında olanları Allah Teala əff etməyə qadirdir. İstəyər əff eləyər, istəyər cəzalandırar, sonra mömin isə cənnətə daxil edər. Amma qul haqlarına müdaxilə eləmir. Adildir ona görə. Yarhamkallah. O gün səncə kimsə haqqını keçər, qardaşım. Deyər səni bağışladım, əff elədim. Dünyada olarkən mənim haqqımda bu şeylər demişdin. Yəni, keçirəm də sənə qiyamət günü. Keçməyəcək. Çünki o gün hamısı nəfsim deyəcək. Ata-ana övlada keçməyəcək. Övladlar ata-ana üçün keçməyəcək. Hamı bir-birindən qaçacaq. Kişi zövcəsindən qaçacaq, övladlarından qaçacaq, övladlar da həmsə onlardan qaçacaq. Bacı qardaşdan, dostdan, hamı bir-birindən qaçacaq. Nəfsim deyəcək. O gün kim kimə keçəcək? Heç kim. Əməl puç oldu yoxsa yox? Sənə qismət olmuşsa deməli əməl puç olub. Düzdür? Getdi başqasına. Kimi ki haqqına girməmişdi. Əməl getdi ona yazıldı. Haqlar bitməyibsə, müsibət hələ bundan sonradır. Davam edir hələ. Artıq o zülmə uğrayan var, haqqına girilən. Onun günahları bu zalimin üzərinə yüklənəcək. Və beləcə cəhənnəm oduna atılacaqdır. Əməl puç oldu yoxsa yox bu qeybət səbəbi ilə? Nəmmamlıq səbəbi ilə puç oldu. Yoxsa elə bir kəlmə söyləyib fərqinə var. Və ya da ki, insan bir kəlmə söyləyib, küfrü kəlmə olar. Küfürdür, şirkdir, bunu söyləmək olmaz. Əməl puç olar. Etdiyi əməllər, ömür təsəvvür et ki, 50, 60, 70 ildə Allah ibadət edir. Amma ağzından o kəlmələr işlədir, şirkə, küfrə dəlalət edən kəlmələr işlədir. Əməllər pis oldu, bədbəxt oldu. Qiyamət gələcək heç nə yoxdur. Allah qorusun. Ona görə insanlar olacaq ki, dağlar boyda savablarla gələcək. Lakin o günahların səbəbi ilə o savablar sovrulmuş toz dənizliklərinə çevriləcək. Səbəb, bax o günahlarıdır. O dili ilə etdiyi günahlardır. O qazandığı günahlardır. Kimisə haqqına gelib, qeybət edib, nəmmamlıq edib və ya şirk, küfrü kəlmələr söyləyib, belə yaşayıb, əməllər puç olub. Allah qorusun. Qatədə rahiməhullah, Allah ona rəhmət edin, deyir ki, sizlərdən biriniz salih əməlinin puç olmamağını istəyirsə qoy, çalışsın, puç eləməsin. Yəni, bazardığın qədər çalış əməllərin puç olmasın. Həmsinin Huzeyfənin gözəl bir sözü var. Sahabə Allah ondan razı olsun. Deyir ki, iffətli qadına böhtən atmaq 100 ilin əməlini puç edər. Təsəvvür edin ki, bir iffətli qadındır, namuslu, qeyrətli bir qadındır. Kimsə ona iftira yaxır. Zinada və s. böhtən atır, iftira yaxır. Düzdürmü? Şərləyir, tən edir. Deyir, 100 ilin əməlini puç eləyər. Bir dənə dilinin bəlasına ki, sən lazım idi qardaş ki, nəsə danışırsan. Nə itəz var ki? Bax, insan dilinə sahib olmalı da. Yəni, sən durduğun yerdə öz əməllərini niyə puç edirsən? Kimin haqqında danışmaqla, kiməsə böhtən atmaqla? Nəyə lazımdır, qardaş? Nə qədər əməlimiz var ki, bu əməlləri biz qurban verdik, heç olmaz, qoy geçsin, zapazda bu qədər əməllərim var. Allah haqdır. Hələ bu əməllər bizdən qəbul olacaq, olmayacaq, hələ növbəti sualdır. Xuşu ilə eləmişik, xuşu ilə etməmişik, hansı niyyətlə eləmişik, ixlas olub, olmayıb, riya girib, girməyib. Nə qədər əməllərimiz var, nəyə arxayınıq, qardaşlar? O insanlar gələ özünə arxayın olmasın. Biri bir şey eləyəndə, hətta insanlar var, nəsə eləyəndə efirlərə verir, göstərir. Nəyə arxayınsın, hansı əmələ arxayınsın, bəlkə Allah qəbul eləməyib.
Ona görə insan gərək danışığına fikir versin ki, əziyyət çəkirsən. İbadət edirik, əziyyət çəkirik, düzdürmü? Bir kəlmə ilə hamısını puç edirik. Ona görə İbn Qayyim, Allah ondan razı olsun, qəşəng bir dənə sözü var. Deyir ki, əməlləri puç edən, batil edən şeylər olduqca çoxdur. Sayılmayacaq qədər çoxdur. Əməlləri puç edən, batil edən şeylər. Deyir, ona görə əsas iş o demək deyil ki, sən deyir, əməl eləyəsən. Əsas iş bu əməli puç olmaqdan qorumaqdır. Batil olmaqdan qorumaq. Əsas əməl budur. Əsas iş budur, qardaş. Yəni, əsas şərəf o deyil. O şən, şərəf o deyil ki, şan, şöhrət. Mən əməl etdim, əməllərim var. Deyil, əsas o deyil. Əsas bu əməlləri puç olmaqdan qorumaqdır. Gecə namazları qılırsan, nafilə orucları tutursan. Məşəqqət yoxsa yox, qardaşım. Qışda durursan, gecə uşuyursan, yorğandan, isti yorğandan durmursan ki, 3 rükət namaz qılacam, 2 rükət, 4 rükət durdun. Və oruç durursan, isti günlər olur. İndi qışda deyək ki, asandır. İndi Allah müvəffəq etdikləri üçün asandır. Yayda çətindir, məsələn, müəyyən əməlləri var, sədəqə, malından sədəqə verirsən, öz əlinlə qazanmısan, alın tərinlə, zəhmətlə, qardaş, kiməsə sədəqə verirsən. Qiyamət gün gəlsən ki, bunlar sənə qismət olmayıb, başqasına qismət oldu. Niyə? Danışığına fikir verməyib ona görə. Lazımdır, qardaş, sənə. Bu əziyyətlə qazandığın əməllər sənə ən sevimli əməllər və sənin ən sadiq dostundur. Çünki sənə fayda verən sənin əməllərin olacaq. Qəbirdə də sənin dostun əməllərdir. Və qiyamət gün Allahla qarşılaşdığın zaman da sənin dostun əməllərindir. Lakin bu salih əməllər kimə qismət oldu? Haqqına girdiğimiz insanları. Bizə qalan nə oldu? Yalnız əziyyət, məşəqqət, çətinlik. Ona görə bu əməlləri qorumaq lazımdır. Gözəl söz deyir ki, əsas o deyil ki, əməl eləyəsən. Əsas o əməlləri puç olmaqdan qorumaqdır. Allah Teala bizim əməllərimizi qorusun, puç olmaqdan qorusun. Allah Teala bizə həmişə salih əməllərə müvəffəq eləsin. İxlasla, Allah Rəsul sünnəsinə tabi olaraq edən qullardan eləsin. Allah Teala bizləri mehriban eləsin. Allah Teala millətimizə hidayət etdi, müsəlmanları qorusun, hifz eləsin. Çətinlikdə olanlara Allah yardım eləsin. Allah Teala xəstə olanlara şəfa versin. Subhanaka Allahumma bihamdik, əşhadu an la ilahe illa ente estağfiruka və etûbu ileyk. Sizdən həmçinin. Amin, amin.